Salam Elton müəllim, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Instagramdan izləyiciləriniz sizə suallar ünvanlayıblar və o sualları sizə verəcəm indi. Buyurun. Sualım budur ki, ədəbiyyatı oxumaqla, Azərbaycan dilində test etməklə nəticə yığa bilərəm? Ən çox verilən suallardan biridir. Ədəbiyyatı tək oxuyub Azərbaycan dilindən də ancaq suallar, testlər işləyək. Bununla nəticə əldə etmək olarmı? Bununla nəticə əldə edə bilməzsiniz, amma müəyyən bir bal toplaya bilərsiniz. Ümumiyyətlə, MİQ və sertifikasiya imtahanlarına və yaxud da digər imtahanlara disiplinli şəkildə çalışmaq üçün bir neçə mərhələdən keçmək lazımdır. Birinci mərhələmiz müəllim izahını diqqətlə incələmək, müəllim izahına diqqətlə qulaq asmaq, daha sonra həmin müəllimin izah etdiyi mövzunu kitabdan oxumaq, daha sonra kitabdan oxuduğumuz mövzunu ev tapşırıqları ilə möhkəmləndirmək, mövzunu biz bilirik yoxsa bilmirik, onu müəyyən etmək üçün mövzu quizləri işləmək və daha sonra 5-ci mərhələdə isə sual-cavab edib mövzunu daha da möhkəmləndirməkdir. Bunları etmiş olsaq, həm Azərbaycan dilindən, həm ədəbiyyatdan sistemli şəkildə yüksək nəticə əldə edə biləcəyik. Müəllim, universitetin neçənci kursundan MİQ-ə hazırlaşmaq lazımdır ki, yüksək nəticə alın? Əvvəllər MİQ imtahanı abituriyent səviyyəsi düşürdü. Biz MİQ imtahanına hazırlaşan müdavimlərə toplu işlədirdik. Dövlət İmtahan Mərkəzinin toplusunu işlədirdik. Amma hal-hazırda MİQ imtahanı kifayət qədər ağır imtahanlardan sayılır. Buna görə orada bir il hazırlaşıb nəticə vermək biraz çətindir. Düzdür, bir il çalışıb nəticə verən kifayət qədər tələbəmiz, müdavimimiz olubdur. Amma hal-hazırda daha belə deyək, əmin olmağımız üçün özümüzdən 3-cü kursdan hazırlaşmağı tövsiyə edirəm. Elton müəllim, o nədir ki, həm bilirsiniz, həm bilmirsiniz? Yəqin bunu zarafat olaraq vermişsiniz. Əgər ciddi olaraq vermişsinizsə, belə cavab verim. Bizim həm tanıyıb, həm tanımadığımız özümüzük. Mənə görə, yəni insanlıq fəlsəfəsində insan bu dünyaya özünü tanımaq məqsədi ilə gəlir. Biz ən yaxşı özümüzü tanıyırıq. Özümüzün nələr hiss elədiyimizi, nə istədiyimizi bilirik. Amma ən çox tanımadığımız da özümüzük. Bəzən bəzi qərarlar verəndə düşünürük və öz-özümüzə deyirik, görəsən bu qərarı mən mi verdim? Ona görə biz bilib və bilmədiyimiz elə özümüzük. Tam olaraq Təhsil Nazirimizin müəllimlərlə ədavəti nə zaman bitər? Təhsil Nazirliyimizin müəllimlərin ədavəti var, yoxsa yoxdur, onu dəqiq bilmirəm. Amma bunu daha dəqiq cavab vermək üçün 146 nömrəsinə zəng eləmək lazımdır. Təhsil Nazirliyinin qaynar xətti. Niyə MİQ-dəki şansım Xəzangül kimidir? Tam qəbul olacam, qurtulacam dediyim anda hop, faktiki yaşayış yeri məsələsi gəldi. Əslində biz ədəbiyyatı oxuyuruq, ədəbiyyatçıyıq. Ədəbiyyat çox gözəl bir fəndir. Orada kifayət qədər nikbin ruhlu, gələcəyə nikbin baxan ədəbi obrazlar var, qəhrəmanlar var. Və biz öz taleyimizi Xəzangülün taleyinə bənzətməklə mövcud olan şanslarımızın üzərindən xətt çəkirik. Mən sizə tövsiyə edirəm ki, siz həyatınızı dəyişəsiniz, özünüzü başqa insanlara bənzədəsiniz, məqsədli şəkildə çalışasınız və nəticə əldə edəsiniz. Salam müəllim, 11-ci siniflər üçün Azərbaycan dilindən hansı testləri işləməyi məsləhət görürsünüz? 11-ci sinif buraxılış imtahanı təbii ki, tək 11-dən hazırlaşmırlar, ən az 2 il hazırlaşmaq lazımdır. 11-ci sinif buraxılış imtahanına söhbət gedirsə, orada oxuyub anlama mətnləri əsasən üstünlük təşkil edir. Yəni, biz 11-ci sinif və ondan əvvəlki illərdə qarşımıza çıxan bütün mətn vəsaitlərini, mətn testlərini, mətn tapşırıqlarını etməliyik. Yəni, bu filan nəşriyyatda, mən ad çəkmək istəmirəm. Yəni, abituriyentlərimizə istifadə etdiyimiz ERM, Güvən, MHM və digər vəsaitlərdir. Bundan əlavə, əlimizə nə vəsait keçirsə mətnlə bağlı, biz onu şagirdlərimizi işlədirik, abituriyentlərimizi işlədirik. Mətn işləməklə o vərdişləri özümüzdə formalaşdırırıq. Yəni, açıq etiraf etsək, hal-hazırda deməli, mətn bazarını tam ödəyən bir vəsait yoxdur, mətn toplusu yoxdur. İnşallah, bəlkə də yaxın gələcəkdə oldu.
Sistemli necə çalışmaq olar? Bir sözlə, istədiyim nəticəyə necə nail ola bilərəm? Sistemli çalışmaq üçün plan qurmalısınız özünüzə, dərs planı qurmalısınız. Mən birinci suala cavab verəndə orada dedim, həmin o qrafik üzrə oxumalısınız. Bu dərs planı pozulmamalıdır. Mən bəzən müdavimlərimə zarafat olaraq deyirəm ki, əgər toya getmişsinizsə, məcbur toya getmişsinizsə, aşağı qədər qalmayın, sona qədər qalmayın. İştirak etdiniz, 1 saat qaydın gəlin və yaxud da müdavimlərə deyirəm ki, statuslarınıza yazın ki, 9 ay, 7 ay, 8 ay qonaq qəbul olunmur, qonaq getmirik. Təbii ki, bu bir zarafatdır. Yəni onlara MİQ imtahanının nə qədər ciddi olduğunu xatırlatmaq istəyirəm həmin o misallarla. Bütün hallarda plan qurmaq lazımdır. Plandan da kənara çıxmamaq lazımdır. Yəni bu istisna halları çıxmaq şərti ilə həmin o plan üzrə hərəkət etsəz, yüksək nəticə əldə edəcəksiniz. Buraxılış siniflərində necə işləmək, nələrə diqqət yetirmək olar ki, nailiyyət yüksəlsin? Biraz əvvəl dediyim kimi, buraxılış imtahanlarında ən çox düşən bizə mətin testləridir. Həmin o mətin testlərini, mətin vərdişi yaratmaq üçün daha çox işləmək lazımdır. Qrammatikaya gəldikdə isə, biraz əvvəlki sualda ona toxunmadım. Qrammatikaya gəldikdə isə, qrammatika testləridir, topludur, Dövlət İmtahan Mərkəzinin toplusudur, güvəndir və daha ağıra getmək istəyirsə MHM-dir. Bu vəsaitlərdən, test vəsaitlərindən istifadə edə bilərsiniz. Salam, özünə inamı necə artırım ki, daha yüksək hazırlıqlı şəkildə MİQ-dən yüksək bal yığım? Özünə inam, ümumiyyətlə, insan nə zaman özünə güvənir, özünə inanır? Bu, tək təhsil sahəsində deyil, müxtəlif sahələrdir, istənilən sahədə. İnsan bildiklərinə əmin olduqda özünə güvənmiş olur. Mən düşünürəm ki, siz də, məsələn, ədəbiyyatdan özgüvən yaratmaq istəyirsinizsə, əsərləri dərinliyinə qədər tez-tez oxuyub təkrar etməlisiniz. Bu əsərləri dərinliyinə qədər tez-tez oxuyub, onun məzmun və forma xüsusiyyətlərini tam mənimsəyəndən sonra ona aid testləri asanlıqla işləyəcəksiniz. Və mövzularda testləri işlədikcə özünüzə güvən artacaqdır. Bir sözlə, hər hansı bir sahədə özgüvən formalaşdırmaq üçün həmin sahənin peşəkarı olmağa çalışmaq lazımdır. Salam müəllim, zəhmət olmasa deyə bilərsiniz, mən sertifikasiyaya hazırlaşıram, amma bilmirəm necə edim. Bunun üçün bunun çox sadə bir yolu var. Düzgün istiqamət seçmək lazımdır, düzgün vəsaitlərdən istifadə etmək lazımdır və düzgün müəllim tapmaq lazımdır ki, sizi düzgün şəkildə istiqamətləndirsin. Yəni bizim nömrələrlə əlaqə saxlayıb və yaxud da direktə yazıb daha ətraflı məlumat ala bilərsiniz. Yəni, bizim dərslərimizə qoşulsanız bu istiqaməti biz sizə asanlıqla verə biləcəyik. Salam müəllim, bütün qəzəl və şeirləri öyrənməliyik, yoxsa nəsrə çevirib öyrədirsiniz? Deməli, ədəbiyyat biz bilirik ki, bir dəfə bitirməklə yekunlaşmır. Biz ədəbiyyatı ən azı 2-3 dəfə təkrar edirik. Birinci dəfə verəndə mən qəzəllərdə şeirlərin və yaxud qəzəllərin, şeirlərin bu heca vəznində olan şeirlər ola bilər, sərbəst formada olan şeirlər ola bilər və yaxud ərz vəznində olan şeirlər ola bilər. Məzmun və forma xüsusiyyətlərini incəliyinə qədər müdavimlərimizə öyrədirik. Yəni, şair bu şeiri yazmaqda məqsədi nədir? Bu sözü deməklə şair burada hansı məqsədi güdüb? Bu formada tam şəkildə o şeirləri mənimsədirik müdavimlərə. Daha sonra növbəti təkrarlarda mən tövsiyə edirəm ki, həmin şeirləri əzbərləsinlər. Tək ora düşəcək suallara cavab vermək məqsədi güdmür bu əzbərləmə. Həmçinin müdavimlər şikayət edirlər ki, bizim yaddaşımız zəifliyibdir. Həmin o yaddaşı gücləndirməyin ən yaxşı yolu omega deyil, balıq yemək deyil, şeir əzbərləməkdir. Şeir əzbərləmək, hər hansı bir nəzm hissəni əzbərləmək bizim yaddaşımızı gücləndirən ən yaxşı vasitələrdən biridir. Tövsiyə edirəm. Nə qədər yaxşı şeir bilsəz, o qədər yaddaşınız güclü olacaq və testləri daha yaxşı eləyə biləcəksiniz. Müəllim, yaşıl üzlü test bankı yenilənəcəkmi, yoxsa yox? Hardan əldə edə bilərik? Bizim yaşıl üzlü testimiz, İsmail müəllimlə bir yerdə yazdığımız testim 2025-26-cı tədris ilində yenilənməyəcəkdir. Bunu yenilənməyi gələn il düşünürük. 26-27-ci il tədris ilində əlavə hər bölməyə aid 40 test əlavə edəcəyik və bir neçə mətin əlavə edəcək. Bir neçə deyəndə, yəni ən azı bir 100-dən çox mətin olacaqdır topluda.
Yaşıl üzlü test istənilən kitab mağazalarında olmalıdır. Olmasa həmin mağazalardan sifariş verə bilirsiniz. Əsərləri orijinaldan mütləqdir ki, oxuyaq. Əsərləri orijinaldan, söhbət MİQ və sertifikasiya imtahanından gedirsə, bəzi əsərlər var ki, İblis əsəridir, Anamın kitabıdır, Səsli qızdır, Vaqifdir, Oqtaylıoğludur, Xurşudbanu Natəvandır. Bunları ixtisarsız şəkildə orijinaldan oxumaq vacibdir. Ədəbiyyat Azərbaycan dilini 100% yazmaq üçün nələr edək? Biraz əvvəl dedim, disiplinli şəkildə çalışmaq lazımdır, düzgün istiqamət almaq lazımdır, düzgün müəllim seçmək lazımdır və düzgün vəsaitlərdən istifadə etmək lazımdır. Həmçinin birinci sualda dediyimiz o 5 plana əməl etmək lazımdır. Və suallarımız yekunlaşdı. Müəllim, təşəkkür edirik. Biz də sizə təşəkkür edirik. Bizim hal-hazırdakı MİQ və sertifikasiya qruplarımıza qeydiyyat davam edir. Aşağıdakı nömrələrlə əlaqə saxlayıb bizim dəstəyimizə qoşula bilərsiniz. Yeni suallarınızı gözləyirəm. Görüşərik, salamat qalın.